Çin Sumqayıta girir. Şanxay adlı yeni şəhərcik salınır. Evlər sökülür, Sumqayıt yeni bir mərhələnin astanasındadır. Şəhərin bir hissəsində artıq illərdir mövcud olan köhnə Fin evləri tarixə qovuşur. Onların yerində isə tamamilə yeni bir urbanizasiya modeli formalaşır. Məlumata görə Çin investorlarının iştirakı ilə reallaşdırılacaq bu layihə şərti olaraq Şanxay adlandırılır və təkcə binaların deyil, yaşayış anlayışının da dəyişməsini hədəfləyir. Yeni salınacaq şəhərcikdə futuristik memarlığa malik çoxmərtəbəli yaşayış kompleksləri, iri AYM və biznes zonaları, istirahət parkları və əyləncə məkanları, məktəb, uşaq bağçası və müasir sosial obyektlər yer alacaq. Layihə sadəcə tikinti deyil, yaşam standartlarının yenilənməsi kimi təqdim olunur. Ən çox maraq doğuran məqam isə evləri söküləcək sakinlərlə bağlıdır. Bildirilir ki, kompensasiya məsələsində standart yanaşma olmayacaq. Sakinlərə bazar dəyərindən artıq ödənişlər, eləcə də alternativ yaşayış imkanları təklif ediləcək. Sosial narazılığın qarşısını almaq üçün ayrıca mexanizmlər üzərində işlənilir. Urbanistlərin fikrincə, bu addım Sumqayıtı sənaye şəhərindən müasir metropolisə doğru aparan dönüş nöqtəsi ola bilər. Layihə həm minlərlə yeni iş yerinin açılmasına, həm də şəhərin beynəlxalq investisiya xəritəsində yer almasına şərait yaradacaq. Hazırda layihənin dəqiq vaxt cədvəli və investisiya həcmi açıqlanmasa da, yaxın günlərdə rəsmi məlumatların veriləcəyi gözlənilir. Bir vaxtlar zavod tüstüsü ilə tanınan Sumqayıt indi göydələnlər və yeni həyat konsepsiyası ilə gündəmə gəlir.